Dostlar salamlayıram. Belə bir oyun var. Vəhşi at oyunudur. Crazy House HS'dədir. Deməli burada maraqlı situasiyalar var. Bu maraqlı oyundur. Gəlin mən ekranı düzəldim sizin üçün və siz onu daha da rahat görə biləsiniz. Deməli burada nədir? Rəqiblə adi şahmat oynuruq. Sadəcə olaraq burada söhbət ondan gedir ki, biz rəqibdən hansı fiquru götürsək, həmin fiqurdan rəqibə qarşı istifadə edə bilərik. Məsəl üçün rəqibdən piyada götürdüksə də, həmin piyada ilə biz rəqibə qarşı istifadə edə bilərik və sağda görürsünüz ki, fiqurların forması var və həmin fiqurları biz oyun ərzində istifadə edərik. Hal-hazırda bizim görürsünüz ki, bir piyadamız var və onu istənilən anda boş xanaya qoyaraq rəqibə təhlükə yarada bilərik. İndi bu sistemi mən sizə ətraflı göstərəcəm. Bu kameramı düzəldim, sizə daha rahat görünsün deyə. Maraqlı oyundur, xoşuma gəldi, dünən oynadım. Düşündürücü oyundur. Ona görə də istəyirəm sizlə bölüşəm və siz bu oyundan istifadə edə bilərsiniz, vaxtınızı səmərəli keçirdə bilərsiniz. Görürsünüz ki, rəqib vəzirlə vurdu. İndi biz atımızı çıxırıq. Bizim hal-hazırda bir piyada zapasımız var. Yəni ehtiyatımız var, rəqibdə də bir piyada var. İstənilən anda bu piyadanı hansısa bir xanaya qoya bilərik. Hələ ki bu üçün tələsmək lazım deyil. Bir də burada əsas vacib olan əlamət güclü fiqurlarımızı verməməliyik. Çünki güclü fiqurumuzdan rəqib istifadə edə bilər. Məsələn biz rəqib bizim topumuzu vursa, həmin topdan istifadə edə bilər bizə qarşı. Məsələn, bax indi biz bunu vurduq. Bizim deməli bir filimiz var, bir piyadamız. Rəqibin isə bir atı var, bir piyadası. İndi mən bu fildən istifadə edə biləcəm. İndi bunu mən sizə praktiki cəhətdən göstərəcəm dostlar. İndi tutaq ki, bizim bir filimiz var da, mən bunu göstərmək üçün eləyirəm və rəqib hücuma gəlir. Bax, fili məsələn götürdüm buradan. İstənilən anda şah verə bilərəm rəqibə boş xanadan. İstənilən boş xanadan şah vermək olar. İstəsək buradan da vermək olar. Məsəl üçün, əgər topumuz olsaydı, məsələn, buradan verib, şah verib, rəqibin qala qurmasını poza bilərdik, məsələn. Və bir piyadamız var. Gəlin belə eləyək. Mən sizə göstərməkdən ötürü piyadanı məsəl üçün qoyuram bura. Yox, bura qoymaq olmur. Burada piyada vəzirə çevrilir. Piyada maksimum bura qədər gəlir. Piyada məsələn bura qoymaq olar da. Burada piyada vəzir çevirir deyin. O keçmədi o gediş. Deməli rəqibin ağ fili yoxdur. Məsələn fili gəldik bura. Rəqibin hal-hazırda atı var ehtiyatda, istifadə edə bilər. Gördünüz ki, rəqib də piyadadan istifadə elədi. Bizdən götürdüyü piyadadan mərkəzi tutdu. Və biz də həmçinin piyadamızı qoyacağıq bu xanaya və həmin xananı dolduracağıq. Rəqib istəyir ki, filini geri qaytarsın. Çünki tək fildir, bizdə 3 fildir. Rəqib tək fildir və ancaq rəqibin 3 atı olacaqdır. İndi bunun qarşısını almaq lazımdır. Şimdi geri oynayaq. Bəli, fillərimizi geri oynayaq. Fillər yaxşı fiqurdur. Ona görə geri oynamaq lazımdır filləri. Tövsiyə edirəm ki, siz də boş vaxtlarınızda oynayasınız. Maraqlı oyundur. Dünən bir oyun oynadım, deməli. Rəqibin bir vəzirini götürdüm. Bir də piyadanın vəzirə çıxan vəzirini götürdüm. 2 vəzirim var idi, amma oyunu uduzdum. Burada elə şeylər də olur. Məsələn, rəqibdən piyada fiqurları götürürsünüz, ancaq ondan düzgün istifadə etmirik deyə, yəni, ola bilər ki, uduza bilərik. Məsəl üçün atla gəlir, gəlin biz çıxağın Siciliya müdafiəsi ilə oynayırıq. Ancaq burada Siciliya müdafiəsinə oxşar bir şey. Və istəyirəm ki, bununla bağlı yarış təşkil edəyəm. Ona görə də mən bu videonu çəkdim ki, bilməyən adamlar bilsin vəhşi at oyununu. Deməli, nə edirik? Bax, deməli, piyadanı qoyaq bura, atı qaçırtmaq üçün də. Bizim bir ehtiyatda olan piyadamız var idi axı.
O piyadanı da həm fil qoruyur, həm atımız qoruyur və atı qaçırtmaq üçün bu. Yəqin ki, rəqibin atı qaçacaq, çünki getməyə yeri yoxdur. Bura gələ bilər, bura gələ bilər. Bəli. Biz qala quraq. Çünki rəqibin də atı var. Atından istifadə edə bilər. Ola bilər ki, ehtiyatlı olan atını bura qoysun. Fili çıxaq. Bu piyada, mən bunu niyə qoydum bura? Bu lazım olanda qabağa çəkəndə piyadalarını vurmaq üçündür. Yenə də vurduğum piyadalardan yenə istifadə edəcəm. Hələ ki, rəqib ehtiyatlı olan atını istifadə edə bilməyib. Bizim isə ehtiyatda heç bir nə piyadamız var, nə figurumuz var. Görək nə edirik. Oyunun gedişətinə diqqətlə baxın. Çünki bu oyundan mən yarış təşkil edəcəm. Qalan bütün sistemlər eyni cür şahmat sistemidir. Sadəcə olaraq rəqibin o ehtiyatlı olan figurundan istifadə edirik. Bu bir növ elə bil rəqibin düşmənin əsgərini əsir götürürsən və həmin əsirdən istifadə edirsən. Belə bir məna ilə yazmaq olar bunu. Və burada çalışmaq lazımdır, figurunu verməyəsən. Çünki figur elə bir zaman, elə bir müddətdə lazım olur ki, indi mən bunu qabağa eləsəm, mənim orada film passivləşir. Gəlin bunun atına 2 qat hücum eləyək. Yəni, ola bilər ki, empansant eləsin, keçiddə vursun. Onu vura bilər. Mən istəyirəm ki, filmi oyuna çıxım. Həmçinin at qaçsın. At qaçandan sonra bir piyada artıq düşür. İndi məcburdur ki, əgər düzgün oynasa empansant eləməlidir onu. Figuru düşməməyə, piyada düşməməyə adına. Çünki piyada düşsə də həmin piyadadan biz istifadə edəcəyik yenə. Sonra götürdüyümüz piyadanı istəyirəm buralara qoyam. Deməli, bunu vurduq. Bir piyadamız var. 2 piyadamız olacaq. Rəqib topumuzu götürəcək. Bizim də topumuz olacaq. İndi bunu vursa biz topu götürürük rəqibin. O bizim filimizi vurur. Biz piyadanı vururuq. Və ola bilər ki, bu oyuncuya xeyir eləməsin. Və bizim bir dənə də piyadamız var. Və həmin piyadanı bura qoyuruq. Görək indi rəqib nə edir. Və rəqib hələ də ehtiyatlı olan atından istifadə eləməyib. Aha. Bunu vursaq nə olur? Bunu vuraq. Digər piyadamızı da bura qoyaq. Şahın heç bir çıxışı olmasın. Və at olsa bura qoymaq istəyirəm atı. Bu atı çəkəndən sonra mat eləmək istəyirəm rəqibi. İstəyirəm rəqibin şahı heç yerə gedə bilməsin. Deməli, biz qabağa getsək, yenə onu qoruya bilirik. Düzdürmü? Yenə onu qoruya bilirik. Ata hücum elədik. Və bizə lazımdır, bir at lazımdır dostlar bizə. Və burada hansısa bir figurunu, güclü figurunu ata qurban da vermək olar. Niyə? Çünki burada görürsünüz ki, atla mat var. Məsələn, vəziri də çəksə atla buradan mat var. Ona görə biz atı götürməliyik, düzdürmü? Rəqibin atını götürməliyik də biz. Ki, buradan əgər növbəti gedişdə rəqibin atını götürdük, düzdürmü? 2 atımız var bizim. Və piyadanı bura qoymaqla, atı bura qoymaqla biz rəqibi mat eləyə bilirik. Və burada düzgün gediş eləmək lazım. Məsələn, vəziri çəkdirmək olar. Vəziri oradan çəksə, rəqib mat olur. Yəni, diqqətlə baxaq. Yenə də planımızı elə quraq ki, rəqibi pis vəziyyətə salaq. Deməli, rəqibin bir fili var. Atını oynadı artıq rəqib. Deməli, nə edirik? Gəlin topumuzu geri oynayaq, rəqibə topu verməyək də biz. Düzdürmü? Amma rəqibə topu verməyək. Gəlin geri oynayaq.
Və burada məsəl üçün bax bu filimizi bura qoysaq, artıq bu xətti də kəsirik. Aha. Deməli bu gətirək qoyaq bura piyadanı. Rəqibin vəzirini məcbur eləyib götürəcəyik. Növbəti gedişdə atı bura qoysaq, rəqib məcburdur ki, vəzirini versin. Və bizim artıq vəzirimiz də olacaq. Və aha. Deməli vəzirə hücum elədi də rəqib, düzdürmü? Bunu qoyuruq bura. Artıq at düşdü deyəsən, hə? Atın gedəcəyi heç bir yeri yoxdur. Atın gedəcəyi heç bir yeri yoxdur. Atı düşdü rəqibin. 2 atımız var. Ondan düzgün şah versək vəzirlə vurur. Vəzirlə vurur, piyada ilə vururuq. Sonra bura nə qoya bilərik? Bura bizə bir top lazımdır da, düzdürmü? Aha. Gəlin atımızla şah verək, bunu rəqibin vəzirini götürək. Məcburdur götürməyə şahın vəzirlə. Aha. Bir vəzir sonra bura qoysaq mat olur artıq rəqib. Biz bunu vururuq. Rəqib piyada ilə fili vursa da, biz vəziri bax buradan H1 xanasına qoysaq, rəqibdən götürdüyümüz vəziri H1 xanasına qoysaq, rəqibi mat eləyirik. İndi rəqibin başqa yolu yoxdur. Bir dənə vəziri verməlidir, çünki buradan çıxış yolu ancaq odur. Şah vermişik rəqibə. Maraqlı düşündürücü oyundur. Tövsiyə edirəm ki, siz də arada oynayasınız və görək rəqib nə oynayacaq. Hələ fikirləşir, düşünür. Yəni çıxış yolu bir də vəziri verməkdir, başqa yolu yoxdur. Vəzirini götürəndən sonra biz götürdüyümüz vəziri H1 xanasına qoyaraq rəqibi mat eləyə bilirik. Rəqibin şahı da heç bir yerə gedə bilmir. Görək indi rəqib çox fikirləşdi. Yəqin ki oyundan ayrıldı. Rəqib vəzirlə vurdu, biz bunu vurduq. Deməli bir vəzirimiz var, bir atımız var və vəziri H1 xanasına qoysaq mat olur. Şah da heç ara gedə bilmir. Artıq rəqib məcburi mata düşür. İndi görək rəqibin də ola bilsin ki, maraqlı at qoya bilərdi ora. Bəli, ən yaxşı gedişi oydu. Və bunu vursaq şahla vurur, vəzirlə də yenə boş xanaya qoyuruq, piyadanın olduğu bax. Bunu vururuq, şah veririk, rəqib bunu vurur, məcburdur və vəzirimizi buna qoyuruq. Rəqibdən götürdüyümüz vəzir artıq rəqibin heç bir çıxışı yoxdur. Maraqlı da mat eləmək olardı. Sadəcə olaraq boğma mat eləmişəm. Və vəzirlə buradan şah veririk. Rəqib görürsünüz ki, mat oldu. Maraqlı oyun idi. Mən də sizə tövsiyə edirəm ki, arada belə oyunları oynayasınız. Adam biraz fikri, düşüncəsi dəyişir. Ancaq çox oynamayın. Çünki biraz çox oynayanda standart şahmatda adam çaşır. Rəqibdən götürdüyün fiqurlara axtarırsan ki, görüm hardadır. İzlədiyiniz üçün sağ olun dostlar. Fikirlərinizi rəy bölməsində yazarsınız. Bəyəndinizsə də bir bəyəni atarsınız. Görürsünüz ki, mən də yeni oynayıram və 314 xal gəldi bizə. Sağ olun dostlar, minnətdarım.